Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Mustafayeva Mehriban sizlərlə bugün kəsirlər mövzusu haqqında danışacağıq. Əgər bu mövzuda çətinliyiniz varsa, videoya baxaraq həmin kəsirlər haqqında, onların toplanması, çıxılması, vurulması və ya bölünməsi, bunlar barədə olan çətinliklərinizi aradan qaldıra bilərsiniz. Gəlin birinci başlayaq, kəsir nədir? Kəsrə tərif verməli olsaq, deyərik ki, A bölək B şəklində göstərilə bilən ifadəyə kəsir deyilir. Və burada A və B natural ədədlərdir. Diqqət etdinizsə, mən dedim A bölək B. Deməli, bu A bölək B deməkdirsə, kəsir işarəsi bölməməlini yerinə yetirilmiş. Yəni, bu, yuxarıdakı ədədin aşağıdakı ədədə bölünməsi deməkdir. Burada A və B simvolik olaraq yazılıbdır. Məsələn, mən A-nın yerinə 3 yazsam, B-nin də yerinə 7 yazsam, onda nəticə olaraq çıxararıq ki, biz bu 3-ün 7-yə bölünməsi deməkdir. Kəsir xətti hər zaman bölməməlini yerinə yetirir. Kəsrin yuxarısındakı ədəd onun surəti, aşağısındakı ədəd isə məxrəci adlanır. Bu hər zaman belədir. Surət məxrəcə bölünür kəsir xətti vasitəsilə. Bəzən ola bilər ki, kəsirlərin məxrəcləri eyni olsun, bir neçə kəsir verilə bilər, onların məxrəci eyni ola bilər və ya məxrəcləri fərqli də ola bilər. Məxrəcləri eyni olan kəsirləri necə toplayırıq? Onun haqqında demək istəyirəm burada. Məxrəcləri eyni olan kəsirləri toplamaq üçün gəlin təsəvvür edək ki, bir dənə pizzamız var və bu pizza 5 dilimə bölünübdür. Mən əgər desəm ki, pizzanın bir dilimini yedim, yəni 5 dənə dilimdən birini yedim, bunu kəsir olaraq 5də 1 kimi göstərəcəm. Yox desəydim ki, 5 dilimdən ikisini yemişəm, onu kəsir olaraq 5də 2 göstərəcəkdim. Və ya uyğun olaraq 3 dilimini yemişəm desəm, kəsir olaraq 5də 3 kimi göstərəcəkdim. İndi mən desəm ki, bir pizzanın 5 dilimindən bir dilimini bir nəfər yeyir, məsələn, 5-dən biri olacaq da bu zaman. 2 dilimini də, bu 2 dilimdə başqa bir adam yeyir. Yəni, bu da 5-dən 2-sini yeyir. Ümumiyyətlə, pizzanın neçə dilimi yeyilmiş olar deyə sual versək özümüzə, 1 dilim 1 yeyildi, 2 dilim də sonradan yeyildi, cəmi 3 dilim. Deməli, 5 dənədən 1 dilim və 5 dənədən 2 dilim yeyiləndə ümumiyyətlə 5 dənədən 3 dilim yeyilmiş oldu. Bunu da 5də 3 olaraq göstərərik. Nəticə olaraq biz gəlirik ki, 5də 1 ilə 5də 2-ni toplayanda 5də 3 edir. Deməli, burada qaydamız ortaya çıxar ki, məxrəcləri eyni olan kəsirləri toplayarkən onların məxrəcləri dəyişmir və surətləri toplanır. Yəni ki, məsələn, mən desəm ki, 7-də 2 üzərinə gələk 7-də 3, biz onların məxrəclərinə toxunmayacağıq. Yəni, 7 olduğu kimi qalır, 2 ilə 3 toplanır, olur 5. 7-də 5 kəsirinə bərabər olacaq. Kəsirlər ümumi olaraq 2 yerə bölünür. Biri var düzgün kəsirlər, bir də var düzgün olmayan kəsirlər. Düzgün kəsirlər dedikdə o kəsirlər nəzərdə tutulur ki, onların surətləri məxrəclərindən daha kiçikdir. Məsələn, 5də 4 surət məxrəcdən kiçikdir. 4 həqiqətən də 5-dən kiçikdir. 7-də 3, 8-də 1. Biz bunlara sonsuz sayda nümunələr göstərə bilərik. Düzgün olmayan kəsirlərdə isə surətlə məxrəc ya bir-birinə bərabər olur, ya da ki, surət daha böyük olur. Məsələn, yazsam ki, 7-də 7, surət və məxrəc bir-birinə bərabərdir bunlar. Deməli, bu düzgün olmayan kəsirdir və ya 10-da 10 yazsam, bu da düzgün olmayan kəsirdir. Həmçinin surət daha böyük olarsa, məsələn, 5-də 8, hal-hazırda surət daha böyükdür məxrəcdən. Yaza bilərik, məsələn, 8-də 17, surət məxrəcdən daha böyükdür. Buna da yenə sonsuz sayda nümunələr göstərə bilərik deyə bu qədər nümunə ilə kifayətləndiririk. Bayaq dedik ki, kəsir bölməməni yerinə yetirir. Bunun haqqında bir dəfə də nümunə göstərmək istəyirəm. Məsələn, mən desəm ki, 8-də 5 kəsiri, bu o deməkdir ki, 5-in 8-ə bölünməsi. Ya da ki, desəm ki, 10-da 7 kəsiri, bu əslində 7-nin 10-a bölünməsi deməkdir. Qətiyyən onun 7-yə bölünməsi demək deyil. Həmişə surətin məxrəcə bölünməsi kimi qəbul edirik biz kəsiri. Sonra danışmaq istəyirəm kəsirin əsas xassəsi haqqında. Bunu yaxşı olar ki, özünüzdə də qeyd edəsiniz. Kəsirin əsas xassəsi.
Kəsrin əsas xassəsi odur ki, kəsrin surətini və məxrəcini eyni bir ədədə vurduğumuz zaman kəsrin qiyməti dəyişmir. Yenə deyirəm, kəsrin surət və məxrəcini eyni bir ədədə vurduğumuz zaman kəsrin qiyməti dəyişmir. Məsələn, mən götürürəm bir dənə 5-də 3 kəsrini və bu kəsrin surətini də, məxrəcini də hər hansı bir ədədə vururam, lakin eyni olmaq şərti ilə. Məsələn, 3-ə vura bilərik. Gəlin 3-ü də 3-ə vuraq, 5-i də 3-ə vuraq. Bu zaman məxrəc olacaq 15, surət olacaq 9. Yəni 5-də 3 kəsir ilə 15-də 9 kəsir eyni şeydir. Bunu 3-ə vurmağınız məcburi deyildi. 2-yə də vura bilərdiniz, 4-ə də vura bilərdiniz, 5-ə də vura bilərdiniz. Hər hansı bir natural ədədə vura bilərsiniz. Lakin əsas buradakı şərt odur ki, vurduğunuz ədədlər eyni olmalıdır. Yəni surətini mən tutaq ki, 4-ə vurum, məxrəcini də 6-ya vurum. Elə bir şey ola bilməz. Surət və məxrəc eyni bir ədədə vurulduğu zaman yeni alınan kəsir əvvəlki kəsirlə eyni ədədi ifadə edir. Əslində 5-də 3 ilə 15-də 9 eynidir. Sadəcə orada ədədlər dəyişib, görünüşündə dəyişiklik yaranıbdır. Bir dənə nümunə göstərək. Məsələn, 3-də 2 kəsir göstəririk. Gəlin bu surət və məxrəci məsələn 4-ə vuraq. 2-ni də 4-ə vururam, 3-ü də 4-ə vururam. 2-ni 4-ə vuranda 8 olur, 3-ü 4-ə vuranda 12 olur. Yəni 12-də 8 kəsiri ilə 3-də 2 kəsiri bir-birinə bərabər kəsirlərdir. Yalnız görünüş olaraq bir-birlərindən fərqli görünürlər. Bununla eyni zamanda mən sizə kəsrin ixtisarı haqqında da danışmaq istəyirəm. Kəsrlərin ixtisarı. İxtisarı isə bayaq dediyimiz xassənin əksinə olaraq kəsrin surət və məxrəcinin eyni bir ədədə bölünməsidir. Məsələn, mən bir kəsir yazaram 15-də 5. Mən görürəm ki, kəsrin surəti və məxrəci ikisi də 5-ə bölünə bilər. Onda 5-i də 5-ə bölürəm, 15-i də 5-ə bölürəm və yazıram ki, 5-i 5-ə böləndə 1, 15-də 5-ə böləndə 3, 3-də 1. Deməli, 15-də 5-i ixtisar edib 3-də 1 kimi yaza bilərik və bu kəsirlər yenə də bir-biri ilə eyni kəsirlərdir. Və ya biz tərsinə də edə bilərdik. Məsələn, 3-də 1-i bayaq xəssə dedik, hansı ki, surət və məxrəci eyni bir ədədə vura bilərik. 3-də 1-i surətini də, məxrəcini də 5-ə vursam, 1-i 5-ə vurduğum zaman alınar burada 5, 3-ü də 5-ə vurduğum zaman alınar 15. Həqiqətən də 15-də 5 kəsir alındı. Yəni, necə ki, surət və məxrəci eyni bir ədədə vura biliriksə, eyni bir ədədə bölə də bilərik. Buna isə kəsrin ixtisarı deyilir. Məsələn, indi bir nümunə göstərəcəm. 12-də 8. Ola bilər ki, bəzən siz elə ilk baxışdan kəsrin hansı ədədə, surət və məxrəcinin birbaşa hansı ədədə bölündüyünü tapa bilməzsiniz. Məsələn, mən hal-hazırda görürəm ki, bu 2-yə bölünür. 2-yə bölərəm. 8-i 2-yə böldüyüm zaman olur 4, 12-ni də 2-yə böldüyüm zaman olur 6. Aldım 6-da 4. Lakin 6-da 4 baxıram ki, yenə də ixtisar oluna bilər. Yəni 4-ü 2-yə bölərəm. Olar 2, 6-nı da yenidən 2-yə bölərəm, olar 3. Bu prosesə biz deyəcəyik natamam ixtisar. Yəni ki, əgər mən 12-də 8-i ixtisar edib 6-da 4 kəsirinə gətirirəmsə və sonra aldığım cavaba baxıramsa ki, yenidən də ixtisar edə bilərəm mən bunu, onda deməli mən bunu hələ tam ixtisar etməmişəm. Tam ixtisar odur ki, mən 12-də 8-i görən kimi birbaşa deyim ki, hə, surət və məxrəci 4-ə bölünür, 8 4-ə bölünür, olur 2, 12 4-ə bölünür, olur 3. Artıq buradan o tərəfə ikisinin də, yəni 3-ün də, 2-nin də bölündüyü eyni bir ədəd olmadığına görə, ixtisar getmədiyinə görə deyəcəm ki, artıq tam ixtisar etmişəm mən kəsirlərimi. İndi bir dənə nümunə göstərirəm. Məsələn, yaza bilərik 28-də 4. Ola bilər ki, siz birbaşa bunun ikisinin də 4-ə bölündüyünü görməzsiniz. Məsələn, mən hal-hazırda görürəm ki, 4 də 4-ə bölünür 1 olur, 28 də 4-ə bölünür 7 olur. 7-də 1 kəsirinə bərabərdir. 28-də 4 kəsiri. Lakin ola bilər ki, 28-də 4-ü siz birbaşa 4-ə bölməyi görməzsiniz. 2-yə bölməyi görərsiniz. 4 də 28-də cüt olduğu üçün 2-yə bölünür. 4-ü 2-yə böləndə 2 qalır, 28-i 2-yə böləndə 14 qalır. Lakin bu halda gördüyünüz kimi bunu mən yenidən 2-yə də bölə bilərəm. Onda deməli mən hələ tam ixtisar aparmamışam. Bunu yenidən ixtisar edə bilirəmsə, deməli ixtisarım yekunlaşmayıbdır. Və bundan sonra bizim öyrənəcəyimiz indi kəsirlərin toplanmasıdır, çıxılmasıdır, onların vurulması və s. kimi əməllərdə aldığınız cavabları çalışın ki, ixtisar edib yazın. Çünki sizdən əgər variantla bir test verirsə qarşınızda, tutaq ki, mən 4-də 1 ilə 4-də 1-i toplamışam, bayaq öyrəndik bunun cavabı 4-də 2-dir.
Toplamışam, cavab 4-də 2 edir, ancaq cavablarda 4-də 2 cavabını görməyəcəksiniz. Səbəb odur ki, siz 4-də 2-ni ixtisar edib 2-də 1 kimi yazmalısınız. Bunu da 2-yə bölürsünüz, bunu da 2-yə bölürsünüz. Bayaqdan kəsrlərin əksəriyyəti 2-yə bölündü. Sizdə elə bir təəssürat yaranmasın ki, mütləq 2-yə, 4-ə filan bölünməlidir. İstənilən bir ədədə bölünə bilər. Əsas məsələ burada da odur ki, surət və məxrəc eyni bir ədədə bölünsün. Yəni mən surəti götürüb məsələn 2-ni 2-yə bölüm, 4-ü də 4-ə bölüm. Elə olmaz. Surət və məxrəci eyni ədədə bölməlisiniz mütləq ki. Bölünmürsə bölməyin. Vacib deyil ki, elə bir qayda da yoxdur ki, bütün kəsrlər ixtisar olunmalıdır. Xeyr, mən yazaram məsələn 4-də 3 kəsri. 3-ün və 4-ün ikisinin də bölündüyü elə bir ədəd yoxdur. Məsələn, deyəm ki, ikisi də 2-yə bölünür, xeyr. İkisi də 4-ə bölünür, xeyr. Onda mən bunu mütləq ixtisar etməliyəm deyə bir şey yoxdur. İxtisar etməyə də bilərsiniz. Lakin aldığınız cavablar əgər ixtisar olunursa, çalışın onları ixtisar edin ki, sizin cavabınız tam doğru alınmış olsun. İndi isə mən sizə qarışıq ədəd fikrini izah edəcəm. Qarışıq ədəd dedikdə nə başa düşülür? Çox var şagirdlər burada deyirlər ki, qabağında tam olan kəsirlər. Və əslində bu tərif həqiqətən də doğrudur. Tam ilə ifadə edilən kəsirlər. Məsələn, deyirəm 3 tam 2-də 1. Ya da ki, 5 tam 4-də 3. Oxunuşu belədir. Qabaqdakı ədədi deyirik, sonra tam sözü istifadə edirik, sonra isə kəsirin oxunuşunu əlavə edirik. Bu demək ki, məsələn 5 tam 4-də 3-ü mən belə qəbul edərəm. 5 dənə tort götürdüm, 5 dənə tortu bütün götürdüm. Bir tortu da 4 yerə bölüb 3-ünü götürdüm. Qarışıq ədədlər 2 hissədən ibarət olur. Tam hissə və ikinci hissə isə kəsir hissə adlanır. Və hər bir qarışıq ədəd tam hissə ilə kəsri hissənin cəminə bərabərdir. Məsələn, elə 5 tam 4-də 3-ü qeyd etsək, bu əslində 5 ilə 4-də 3-ün toplanmasından yaranıbdır. Və ya yazsam ki, 2 tam 3-də 1, bu əslində 2 ilə 3-də 1-in toplanmasından yaranıbdır. Bəs bu qarışıq ədədlər hardan yaranır, necə gəlir? Qarışıq ədədlərin əslində hər biri bir dənə düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir nə idi? Məxrəci surətindən daha kiçik olur. Yəni surət daha böyük olur məxrəcdən bu kəsirlərdə. Biz indi danışacağımız hissədə qarışıq ədədlə düzgün olmayan kəsiri bir-biri ilə əlaqələndirəcəyik. İndi gəlin belə deyək. Hər bir düzgün olmayan kəsir əslində bir qarışıq ədəddir. Hər bir qarışıq kəsir əslində bir düzgün olmayan kəsirdir. Məsələn, bir dənə düzgün olmayan kəsir göstərək. 3-də 8. Və ya 3-də 8 olmasın, başqa bir ədəd deyəcəm. 3-də 16. Bayaq dedik ki, kəsir bölməməni ifadə edir. Bu əslində 16-nın 3-ə bölünməsidir. 16 3-ə bölündüyü zaman biz qalıqlı bölməni bilirik. 16 3-ə bölünəndə natamam qismətdə alınır 5, qalıqda isə alınır 1. Yəni 16-nın içərisində 3 5 dənə tamdır. 5 dənə tam 3 var. Lakin bir qalıq qalır. Biz bu kəsri belə göstərəcəyik. Burada tam sözü istifadə elədim də. 5 olacaq bizim tamımız. 3 bayaq da məxrəcdə idi. Məxrəcdə qalacaq. Qalığı isə yazacağıq surətə. İndi bir dənə nümunə göstərirəm. Tutaq ki, yazıram 7-də 32. Bu nə deməkdir? 32-nin 7-yə bölünməsi, aşağıda yazaq. 32-nin 7-yə bölünməsidir. 32-nin içərisində neçə dənə tam 7 var? Məsələn, 5 dənə tam 7 deyə bilərəmmi? Xeyr. Çünki 5 dənə 7 35 deməkdir. 32-nin içində 35 mövcud deyil axı. 32-nin içində 4 dənə tam 7 var. 4 dənə 7 edir 28 və 32 bölünürdü axı. 28 bölünmürdü bizdə. 32 olduğuna görə burada 4 dənə də qalıq qalır. Biz natamam qisməti aparırıq tam hissəyə yazırıq. Çünki bayaq dedik ki, 32-nin içində 4 dənə tam 7 var. 4 dənə 7 var. Qalıq isə neçədir? 4. Məxrəc olduğu kimi qalır 7-yə toxunmuruq. Qalığı isə yazırıq surətə. Bir dənə də nümunə göstərirəm. Məsələn, 6-da 53 olsun. Bu nə deməkdir? 53-ün 6-ya bölünməsi deməkdir. 53-ün içərisində neçə dənə tam 6 var deyə sual versək özümüzə 8 dənə. 6 dənə 8 və ya daha doğrusu 8 dənə 6 48 deməkdir. 53-ü bölürdük axı biz 48-i bölmürdük. Deməli burada 5 qalığımız qaldı. Qalığı da yazırıq 5. Tamı aparırıq, tam hissəyə yazırıq 8 tam. Məxrəcdəki 6-ya toxunmuruq.
Qalıq isə surət yazırıq. Deməli bu 8,6-da 5 deməkmiş. Bu dediyimiz qayda oldu düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsi. Yaxşı olar ki, bunu mən izah edəndən sonra siz qarşınıza qoyub bunlara aid bir neçə nümunəni özünüz həll edəsiniz. Digər tərəfdən indi bəs əgər biz düzgün olmayan kəsiri qarışığa çevirə biliriksə, qarışıq ədəddə düzgün olmayana çevirə bilərik? Bəli. Məsələn, bir dənə qarışıq ədəd deyəcəm. 3,7-də 1. Qarışıq ədədi düzgün olmayan kəsir kimi ifadə etmək üçün məxrəcə yenə də toxunuruq, məxrəc olduğu kimi qalır. 7-ni, yəni məxrəcdəki ədədi qarşıdakı tama vururuq. 7-ni 3-ə vurduq, 21. Üzərinə də surətdəki ədədi gəlirik. Ədədi 22. 22 bölək 7. Yəni 22-nin 7-yə bölünməsindən 3,7-də 1 alınırmış. Həqiqətən də 22-ni 7-yə bölsəniz, 22-nin içində 3 dənə tam 7 var, bir dənə də qalıq qalır. Biz də qalığı surətə yazırdıq. Məxrəc isə həmişə kimi olduğu halda qalır. Bir dənə də nümunə göstərək. Məsələn, 9,8-də 3. Məxrəc olduğu kimi qalır. Məxrəcə toxumuruq. Məxrəc qarşıdakı tama vurulur, yəni 9 8-ə vurulur. Surətdəki ədəd isə onun üzərinə gəlinir. 9 dəfə 8 72, üzərində 3 gəlsək 75. Etdi 75 bölək 8 və ya 8-də 75 də deyə bilərik. Bu da oldu qarışıq ədədin düzgün olmayan kəsrə çevrilməsi. Bu qayda bütün kəsirlər üçün belədir. Mən 2 dənə, 3 dənə hərəsindən nümunə izah elədim. Bu qaydaları İstənilən qarşınıza çıxan qarışıq ədədə və ya düzgün olmayan kəsrə tətbiq edə bilərsiniz. İndi isə gəlin kəsirlərin müqayisəsindən danışaq. Kəsirlərin müqayisəsi üçün deyəcəyim bəzi önəmli məqamlar var. Əvvəlcə klassik qaydalardan başlayaq. Əgər kəsirlərin məxrəcləri eynidirsə, onlardan surəti böyük olan böyükdür. Məsələn, bir kəsir yazıram 5-də 2, bir dənə də yazıram 5-də 3. Bayaq 5-də 2, 5-də 3 kəsirlərini pizza ilə biraz əlaqələndirdik. Məsələn, mən bir pizzanı 5 yerə bölüb 2 dilimini yesəm çox olar, yoxsa 5 yerə bölüb 3 dilimini yesəm? Sual versə özümüzə, əlbəttə ki, 5 yerə bölüb 3 dilimini yesək daha çox olar. Onda deməli 5-də 3 böyükdür. Məxrəcləri eyni olan kəsirləri müqayisə edərkən onların surətlərinə baxırıq. Hansının surəti böyükdürsə, o kəsir daha böyükdür. Məsələn, 7-də 8 və 7-də 11. Məxrəcləri eynidir. Surəti hansında böyükdürsə, o daha böyükdür. Yəni, burada 11 daha böyük olduğu üçün 7-də 11 də böyük olan kəsir olacaq. Və burada fərqi yoxdur ki, düzgün olan kəsir olsun, yoxsa düzgün olmayan kəsir olsun. Dediyim qayda hamısına aiddir. Məxrəc eynidirsə, surətlərinə baxırıq. Surəti böyük olan kəsir daha böyükdür. Bəs məxrəcləri eyni deyil də, surətləri eyni olarsa nə olacaq? Məsələn, deyirəm 5-də 2 və 6-da 2. Bu zaman surətləri eynidir, lakin birinin məxrəci digəri məxrəcindən fərqlidir. Bunları müqayisə edərkən isə belə olacaq ki, surətləri eyni olan kəsirlərdə məxrəci kiçik olan kəsir daha böyükdür. Məxrəci kiçik olan kəsir daha böyükdür. İndi belə düşünün. Sizin 2 pizzanız var. Siz onu 5 nəfər arasında bölsəniz, hər adama daha çox pay düşər. Yoxsa 2 pizzanı 6 nəfər arasında bölsəniz, əlbəttə ki, 5 nəfər arasında bölsəniz, hər kəsə daha böyük paylar düşər. Surətləri eyni olan kəsirləri müqayisə edərkən məxrəci kiçik olan kəsir daha böyük olur. Bir dənə nümunə göstərəcəm. Məsələn, 3 bölək 9 və ya 3 bölək 5. Surətləri eynidir. Görürsünüz ki, məxrəci burada daha kiçikdir. Onda deməli 5-də 3 kəsiri daha böyük olacaq. Bəs surəti də eyni deyil, məxrəci də eyni deyil. Bu zaman necə müqayisə edirik? Bu zaman bizdə yeni bir anlayış formalaşır. Onları kəsirlərin ortaq məxrəcə gətirilməsi. Tutaq ki, bir dənə kəsir verilibdir. 3-də 1, bir dənə də kəsir verilib 4-də 1. Biz bundan əvvəl dedik ki, kəsirlərin surət və məxrəcini biz dəyişə bilərik də, eyni bir ədədə vurarıq. Məsələn, mən 3-də 1 kəsirinin məxrəcini də 2-yə vurum, surətini də 2-yə vurum, olsun 6-da 2. Və ya surətini də 3-ə vurum, məxrəcini də 3-ə vurum. 1-i 3-ə vuranda 3, 3-ü 3-ə vuranda 9. Və ya ikisini də 4-ə vurum. 3-ü də 4-ə vuranda 12 edir, 1-i 4-ə vuranda 4 edir. Və bu davam edə bilər beləcə sonsuzluğa qədər. Ona görə burada dayandırıram. Bəs 4-də 1-in, yenə də 4-də 1-i 4-ü də vuraq 2-yə, etsin 8, 1-i də vuraq 2-yə, etsin 2.
Sonra 1-i 3-ə vuraq, 3 etsin, 4-ü 3-ə vuraq, 12 etsin. Sonra davam edə bilərik, 4-ü 4-ə vurarıq, 16 edər, 1-i də 4-ə vurarıq, 4 edər. Yəni, burada verilmiş kəsirlərin hər biri 4-də 1-dən yarandı. Onun surət və məxrəcini 2-yə vurmaqla, 3-ə vurmaqla, 4-ə vurmaqla, yəni hamısı 4-də 1-ə bərabər olduğu üçün 8-də 2-də, 12-də 3-də, 16-da 4-də, hamısı 4-də 1-ə bərabər olduğu üçün bunlar öz aralarında bir-birlərinə bərabər hesab edilir. Kəsirlərin ortaq məxrəcə gətirilməsi odur ki, məsələn, mən görürəm ki, 3-də 1 kəsiri məxrəci 12 kimi göstərilə bilir, 12-də 4 ilə əvəz edilə bilər. 4-də 1 kəsir isə 12-də 3 ilə əvəz edilə bilər, 12-də 3 kimi göstərilə bilər. Yəni, mən onda, məsələn, 3-də 1 ilə 4-də 1-i toplayıramsa, 3-də 1-in 12-də 4 ilə bərabərliyini artıq bilirəm. Yazaram ki, 3-də 1-in yerinə 12-də 4, üzərinə gələk. 4-də 1-in də 12-də 3 ilə bərabərliyini bilirəm. 4-də 1-in də yerinə 12-də 3 yazaram. Və artıq məxrəcləri eyni olan kəsirləri toplamağı bildiyimiz üçün 12 olduğu kimi qalır, 4 ilə 3 toplanır, edir 7. Qısacası, məxrəcləri fərqli olan kəsirləri toplamağın tək yolu onların məxrəclərini eyniləşdirməkdir. Yəni, elə bir ədəd tapırsınız ki, 3-ü də neçəyəsə vuraraq həmin ədədə gətirə biləsiniz, 4-ü də neçəyəsə vuraraq həmin ədədə gətirə biləsiniz. Və artıq, məsələn, mən 3-ü bilirəm ki, 4-ə vuraraq 12 edə bilərəm. Bu zaman mütləq ki, surətdəki 1-i də 4-ə vururam. İndi bunu biraz daha yazamlaşdıracağım. Kəsirlərin ortaq məxrəcə gətirilməsi üçün onların məxrəclərindəki ədədlərin əkobunu tapmalısınız. Əkob haqqında biz bilirik. Əkob budur ki, məsələn, 3 ilə 4-ün əkobunu tapsaq, əkobun mənası nədir? Açılışını deyək əvvəlcə. Ən kiçik ortaq bölünən. Yəni, elə bir ədəd tapıram ki, o 3-ə də bölünsün, 4-ə də bölünsün və minimum olsun. Məsələn, 48 də fikirləşə bilərdim. 48 də 3-ə bölünür, 4-ə bölünür. Lakin 48-dən əvvəl həm 3-ə, həm də 4-ə bölünən daha kiçik ədədlər var axı. Çünki bunun açılışı nə idi? Ən kiçik ortaq bölünən, yəni kiçiyi tapırıq. Biz elə bir ədəd axtarırıq ki, minimum olsun və mən onu 3-ə və 4-ə böləniyim. Bunu da tapmaq üçün qaydalarda əslində birinci bölmədə keçilibdir. 3 ilə 4-ün bölünənlərini yazırıq. 3-ün bölünənləri dedikcə 3-ün 1 qatı, 2 qatı, 3 qatı, 3 qatı hansı ki 9 edir, 4 qatı, 5 qatı və beləcə davam edir. 4-ün bölünənləri deyəndə 4, 8, 12, 4 4 artır da 16, 20. Mən baxıram ikisində də ən birinci ortaq ədəd hansıdır? 12-dir. Deməli 3 ilə 4-ün əkobu 12-dir. Artıq bunu tapandan sonra mən qərar verirəm ki, 3-də 1-in də, 4-də 1-in də məxrəcini 12 edəcəm. Yəni, bu əkob mənə həmin qərarı verməyimdə kömək olur. İndi bunu yeni bir kəsir, yeni bir toplama əməli üzərində izah edəcəm. Tutaq ki, olsun 4-də 2, 4-də 2, 4-də 3 olsun. Üzərinə gələk 6-da 1. Mənə maraqlıdır ki, 4 ilə 6-nı elə bir ədədə gətirim ki, mən 4-ü də neçəyəsə vuranda həmin ədədə gəlsin, 6-nı da. Məsələn, mən deyə bilmərəm ki, ikisi də 18 olsun. 4-də 3-ü də 18 kimi göstərək. 6-da 1-i də 18 kimi göstərək, deyə bilmərəm. Axı, mənə deyərlər ki, 4-də 3-ü məxrəci 18 etmək üçün mən 4-ü neçəyəsə vuranda 18 olmur axı. Çünki 4-də 3 kəsirin məxrəci nələr ola bilər? Məsələn, 2-yə vuraram, ikisini də 8-də 6 olar. 3-ə vuraram, ikisini də buradan söhbət gedir. İkisini də 3-ə vuraram, 12-də 9 olar. İkisini də 4-ə vuraram, 16-da 12 olar. Axı, mən 4-ü neçəyəsə vuranda 18 olmur. Onda deməli, mən bu 4-də 3-ün məxrəcini 18 kimi göstərə bilmirəm. Elə bir ədəd düşünməliyəm ki, 4-ü də neçəyəsə vuranda həmin ədədə gəlsin. 6-nı da neçəyəsə vuranda həmin ədədə gəlsin. 6-nı da məsələn, tutaq ki, 6-nı 5-ə vuranda həmin ədəd olur. 4-ü də məsələn 3-ə vuranda. Bunun elə belə nümunə olaraq dedim. Bunu tapmaq üçün yazırsınız ki, əkob, yəni həmin ədədi tapmaq üçün əkob 4, 6. 4 ilə 6-nın əkobunu tapanda əslində əkob tapılma çox yerdə istifadə edilirdi ya. Bir müddət istifadə etdikdən sonra siz avtomatik bilirsiniz ki, 4 ilə 6-nın əkobu 12-dir. Tapılma qaydası ilə tapsanız 4-ün bölünənlərini yazarsınız. 4, 8, 12, 16 və s. 6-nın bölünənlərini yazarsınız. 6, 12, 18 və s. Görürəm ki, 12 hər ikisində ortaqdır. 12-ni tapdımsa, deməli bu deməkdir ki, mən buradakı kəsirlərin hər ikisinin məxrəcini 12 kimi göstərməliyəm. İndi 4-də 3-ün məxrəcini 12 göstərmək üçün mən 4-ü 3-ə vurmalıyam.
Və 4-ü 3-ə vurdumsa 3-ü də 3-ə vurmalıyam. Bunun başında belə bir işarə yazıram ki, yəni mən bunu 3-ə vurmuşam. 3-ü 3-ə vuranda olur 9. 4-də 3-ü 12-də 9 kəsri ilə əvəz etdik. 6-da 1-i isə məxrəcin 12 kimi göstərəndə mən bunu 2-yə vurmalıyam axı. Və məxrəci nəyə vurmuşamsa surətdə də eyni ədədə vurmalıyam. Bunda deməli 1-i də 2-yə vurmalıyam. Bunları da toplasam edər 12-də 11 toplama qaydasına əsasən. Və birdən elə fikirləşərsiniz ki, bu kəsiri nəyə vurdumsa bu kəsiri də eyni şeyə vurmalıyam. O eyni ədədə vurma fərqli kəsirlər üçün keçərli deyil. Yəni mən bir kəsirin surət və məxrəcində onu nəzərdə tuta bilərəm ki, ikisi də eyni ədədə vurulsun. Yoxsa mən 4-də 3-ü də surət məxrəcini 3-ə vurdum, 6-da 1-ini də surət məxrəcini 3-ə vururum. Elə bir qayda yoxdur. Hərəsini öz-özlüyündə fərqli ədədlərə vurursunuz, lakin bir kəsirdə bir ədəddən istifadə edirsiniz. Məsələn, surəti başqa bir ədədə vurum, məxrəci başqa bir ədədə vurum, olmaz. Deməli, danışdıq biz kəsirlərin, müxtəlif məxrəcli kəsirlərin toplanıb çıxılmasından, doğrusu əslində çıxılmasından danışmadıq biz. Çıxılması da eyni qayda ilə olacaq. Sadəcə tək fərq odur ki, arada çıxma işarəsi var. Məsələn, burada bayaq biz aldıq ki, 12-də 9 üzərinə gələk 12-də 2. Burada çıxma olsaydı, yəni 12-də 9 çıx 12-də 2 olsaydı, eyni toplamadakı kimi, məxrəc olduğu kimi qalır. 9-dan 2 çıxılır, alınır, cavab 2. Yenə buna da aid bir nümunə istəyirəm göstərək. Məsələn, olsun 3-də 2 çıxa 9-da 1. Bunları çıxmaq üçün yenə də məxrəclərin əkobunu tapmalıyam. Əkob 3, 9. Çünki məxrəcləri eyniləşdirməliyəm axı. Ortaq məxrəcə gətirməliyəm. 3 ilə 9-un əkobu 9 edir. Çünki 9 3-ə də bölünür, 9-a da bölünür. Mənim üçün bu kifayətdir. 3-də 2-nin məxrəcini 9 etmək istəyirəmsə, məxrəci 3-ə vurmalıyam. Və məxrəci 3-ə vurmuşamsa, surəti də mütləq 3-ə vurmalıyam. O da eləcək 6. 9-da 1-in də onsuz məxrəci 9-dur. Mənim burada dəyişiklik etməyimə ehtiyac yoxdur. Çıxarkən də 9 olduğu kimi qalır, 6-dan da 1 çıxılır, qalır surətdə 5. Və burada istəyirəm ki, bir dənə qaydanı da nəzərinizə çatdırım. Əgər əkobunu tapdığınız ədədlərdən biri digərinə tam bölünürsə, orada əkob böyük olan ədədə bərabərdir. Yenə deyirəm, bunu qaydada da qeyd etməyiniz tövsiyə olunur ki, əgər əkobunu tapdığınız ədədlərdən biri digərinə tam bölünürsə, əkob oradakı böyük ədədə bərabər olur. Məsələn, mən əkob 7 və 14-ü hesablayıramsa, 14 7-yə tam bölünürmü? Bölünür. Deməli, burada cavabımız 14 olacaq. Bəzən uşaqlar götürür bölünmənin nəticəsini yazır. Ya deyir ki, 14 7-yə bölünür, 2 alınır. Xeyr, əsla elə deyil. Orada deyirəm ki, böyük olan ədədə bərabərdir. Məsələn, başqa bir nümunə göstərim. Əkob 7 olmasa bu dəfə 5 olsun 35 və 5 ilə 35. 35 5-ə bölünür, bölünür. Deməli, burada əkobumuz 35-ə bərabər olacaq. Bunu görəcəksiniz siz kəsirlərin toplanıb çıxılmasında. Məsələn, olacaq ki, deyəcək, tutaq ki, 7-də 1 ilə olsun 28-də 5. Bunları toplayın. Siz bunları toplamaq üçün ortaq məxrəci gətirməlisiniz və ortaq məxrəc üçün də məxrəclərin əkobunu bilməlisiniz də. 7 ilə 28-in əkobunu hesablayarkən görəcəksiniz ki, 28 7-yə tam bölünür. Demişdik ki, bir ədəd digərinə tam bölünürsə, o əkob oradakı böyük ədədə bərabərdir, yəni 28-ə bərabərdir. Deməli, bunların ikisini də məxrəcini 28 ilə göstərəcəm. 7-də 1-in məxrəcini 28 ilə göstərmək üçün 7-ni mən 4-ə vurmalıyam. 7-ni 4-ə vurdumsa, 1-i də mütləq hökmən 4-ə vurmalıyam. O da olacaq 4. Digərini isə məxrəci 28-də 5-dir. Burada dəyişiklik etməyə ehtiyac yoxdur. Onsuz da 28-dir bu. Olacaq 28-də 9 məxrəcə dəymirik. Surətlər toplanır. Çıxma olsaydı da, çıxmada da eyni toplamadakı qaydalardan istifadə edilir. Kəsirlərin ortaq məxrəcə gətirilməsindən əslində biz danışırdıq kəsirlərin müqayisə edilməsi üçün, lakin gəldiyi toplamaya çıxdıq. Orada bir arada danışdığımız hissə qaldı. Kəsirləri müqayisə edərkən də onları ortaq məxrəcə gətirmək lazımdır. Bu toplanması idi. Toplama zamanında ortaq məxrəcə gətirmək lazımdır. Məsələn, buradakıları götürüm. 7-də 1 və 28-də 5-i müqayisə edirəmsə, mən bunları ortaq məxrəcə gətirməliyəm.
7 və 28 üçün ortaq məxrəc oldu 28. 7-də 1-i məxrəcini 28 kimi göstərirəmsə, surəti də 4-ə vurmalıyam, etməliyəm 4 və 28-də 5. Məxrəcləri eyniləşdirdikdən sonra görürəm ki, demişdik, məxrəci eyni olan kəsirlərdən surəti böyük olan kəsir daha böyükdür. Onda deməli 28-də 5 daha böyükdür. Ortaq məxrəcə gətirmək, məxrəcləri fərqli olan kəsirləri müqayisə etməkdə də əlverişli üsullardan biridir. Məsələn, burada başqa kəsir göstərə bilərik. 4-də 3 göstərərəm, bir də 6-da 5. 4 ilə 6-ya ortaq məxrəc 12-dir. 4-də 3-ün məxrəcini 12 kimi göstərmək üçün mən bunu 3-ə vurmuşam. Onda 3-ü də gərək 3-ə vurum. Onlar 9. Yəni 4-də 3-ü 12-də 9 kimi göstərdik. 6-da 5-in məxrəcini 12 kimi göstərmək üçün mən 6-nı 2-yə vurmuşam. Deməli 5-i də 2-yə vurmalıyam. O da olur 12-də 10. Yəni mən artıq bunlarla deyil də bunlarla müqayisə edirəm. 12-də 9 və 12-də 10-dan da əlbəttə ki 12-də 10 daha böyükdürsə, deməli burada da 6-da 5 daha böyükmüş. Çünki 12-də 10 ilə 6-da 5 eyni kəsirlərdir. Sizə eyni zamanda kəsirlərin müqayisə edilməsi üçün bir dənə də əlverişli üsul deyəcəm. Məsələn, bir kəsir götürürəm 7-də 4, bir dənə də götürürəm 9-da 5. Bunları müqayisə etmək istəyirəmsə, rahat belə bir yolumuz var. 9 ilə 4-ü vuraram, edər 36, yuxarıya yazıram. Qeyd edirəm, vurğulayaraq deyirəm ki, yuxarıya yazıram, aşağıya yox. 7 ilə 5-i vuraram, edər 35, bunu da yuxarıya yazıram. Sonra mən 36 ilə 35-i müqayisə edəcəm. Hansı daha böyükdür? Əlbəttə ki, 36 daha böyükdür. Onda deməli, 36 nəyin yanındadır? 7-də 4-ün, deməli 7-də 4 daha böyükmüş. Bu yalnız müqayisədə istifadə edilir. Bəzən şagirdlər götürür bunu, toplamada da istifadə edir. Qətiyyən elə bir şey etmirik. Ancaq müqayisə zamanı məxrəcləri fərqli olan kəsirləri müqayisə edərkən istifadə edə bilərsiniz. Ortaq məxrəcə gətirmə sizə çox yerdə lazımdır. Lakin müqayisə edəndə bu daha əlverişli üsuldur. Bir dənə də nümunə göstərirəm buna aid. Məsələn, 9-da 7 və 15-də 12. 15-i 7-yə vurarıq, edər 105, yuxarıya yazıram. 9-u 12-yə vurarıq, edər 108, buna yuxarıya yazıram. 105 və 108-dən hansı daha böyükdür? 108. Deməli, 15-də 12 kəsiri daha böyük olan kəsirdir. Bəs qarışıq ədədlə düzgün olmayan kəsiri necə müqayisə edərik? Tutaq ki, bir dənə qarışıq ədəd verilib 7-də 15, bir dənə də düzgün olmayan kəsir verilib. Daha doğrusu bu düzgün olmayan kəsirdir. Bir dənə də qarışıq ədəd olsun. Məsələn, 2 tam 3-də 1. Bunları müqayisə etmək üçün iki üsulumuz var. Ya ikisini də düzgün olmayan kəsirə çevirərsiniz, ya da ikisini də qarışıq ədədə çevirərsiniz. Çünki artıq biz bunların arasında birini digərinə çevirməyi öyrəndik. 7-də 15 kəsiri düzgün olmayan kəsirdir. Bunu qarışığa çevirsək, 15-in 7-yə bölünməsi deməkdir bu. 15-i 7-yə böləndə 2 tam alınır, qalıqda da 1 olur. Yəni bu 2 tam 7-də 1 deməkdir. 2 tam 7-də 1 ilə 2 tam 3-də 1-i də müqayisə etməli olsaq, əlbəttə ki 2 tam 3-də 1 daha böyükdür. Çünki tam hissələri eynidir. Baxıram onda kəsir hissələrinə. 3-də 1 ilə 7-də 1-dən hansı daha böyükdür? 3-də 1 daha böyükdür. Deməli 2 tam 3-də 1 də 2 tam 7-də 1-dən daha böyük olacaq. Ya da ki, ola bilər ki, ikisini qarışığa yox, daha doğrusu düzgün olmayana çevirərdiniz. Yəni 7-də 15, onsuz da düzgün olmayandır. 2 tam 3-də 1-i də düzgün olmayana çevirəndə olur 3-də, 3-ü 2-yə vururam 6, üzərinə də 1 gəlirəm 7. 3-də 7. 7-də 15 ilə 3-də 7-ni müqayisə edərdiniz bu dəfə. Burada da mən dediyim üsuldan istifadə etməyiniz çox əlverişli olar əslində. 7 və 7-ni vuranda edir 49, 15 ilə 3-ü vuranda edir 45. Yəni 49 daha böyük olduğu üçün digər kəsir daha böyük hesab ediləcək. Burada onu da qeyd etmək istəyirəm ki, bir düzgün kəsirlə bir düzgün olmayan kəsir arasında müqayisəyə aparanda həmişə düzgün olmayan kəsir daha böyükdür. Çünki düzgün kəsirlər həmişə birdən kiçikdir. Bunu mütləq qeyd edin özünüzdə. Düzgün kəsir hər zaman birdən kiçikdir. Düzgün olmayan kəsir isə ya 1-ə bərabərdir, ya da ki 1-dən böyükdür. Ona görə də düzgün olmayan kəsirlər hər zaman düzgün kəsirlərdən böyükdür. Yəni mənə versək ki, bir dənə 7-də 10 kəsiri, bir dənə də 5-də 2 kəsiri. Bu düzgün olmayandır, bu düzgün kəsirdir. Artıq burada mən heç bir müqayisə qaydasından filan istifadə etməyəcəm. Birbaşa deyəcəm ki, hər zaman düzgün olmayan kəsir düzgün kəsirdən daha böyükdür. İki qarışıq ədədi müqayisə edərkən də
Məsələn, deyərəm ki, 1 3 tam 5-də 2 yazıram, bir də 4 tam 7-də 1 yazıram. İndi siz belə fikirləşin. Tutaq ki, sizin var 3 manat 50 qəpiyiniz. Dostunuzun da var 4 manat 10 qəpiyi. Hansı daha böyükdür? 4 manat 10 qəpik. Çünki onun manatı daha çoxdur da, avtomatik heç qəpikləri müqayisə etməyə ehtiyac qalmır. Lakin sizə desəm ki, sizin var 3 manat 50 qəpiyiniz, dostunuzda var 3 manat 60 qəpik. Hansı daha çoxdur? Siz bu zaman manatlar baxımından müqayisə aparmayacaqsınız. Çünki ikinizdə də 3 manat var. Artıq qəpikləri müqayisə etməyə başlayacaqsınız ki, 50 qəpik birindədir, 60 qəpik birində. Əlbəttə ki, 60 qəpik olan daha çoxdur, daha böyükdür. İndi onun kimi, əgər qarışıq ədədlərdə tam hissələr fərqlidirsə, biri 3/5-dəkidir, biri də 4/7-dir. Tam hissəsi böyük olan hər zaman daha böyükdür. Lakin tam hissələr eyni olsaydı, məsələn, biri 3/5-də2 olsaydı, biri də 3/5-də3 olsaydı, artıq tam hissələr eyni olduğuna görə mən onların kəsr hissələrini müqayisə edəcəkdim. 5-də2 və 5-də3 arasında da müqayisə aparsam, 5-də3 hər zaman daha böyükdür. İndi isə gəlin qarışıq ədədlərin toplanmasından danışaq. Qarışıq ədədləri necə toplayarıq? Bunu birbaşa nümunə üzərində izah edəcəm. Qəbul edək ki, məsələn, 5/6-2 üzərinə gələk 2/6-3. Qarışıq ədədləri toplayarkən və ya çıxarkən tamdan tamı çıxırıq, kəsr hissədən də kəsr hissəni çıxırıq. Yəni 5-dən 2-ni hal-hazırda toplamadı. 5 ilə 2-ni toplayırıq 7, 6-da 2 ilə 6-da 3-ü toplayırıq, edir 6-da 5. Məxrəcləri eyni olan halda çox rahatdır toplama. Lakin məxrəcləri müxtəlif olanda biz artıq məxrəcləri müxtəlif olan kəsrlərin toplanma qaydasına müraciət etməli olacağıq. Məsələn, bu belə ola bilərdi. Tutaq ki, 4/6-da 1 üzərinə gələk 3/3-də 2. Bunları toplayarkən mən yenə də düzdür, tam hissə ilə tam hissəni toplayacağım. 4 ilə 3-ü topladım 7. Digər tərəfdən də 6-da 1 ilə 3-də 2-dən toplayıb bunu yanına yazmalıyam. Mən bunların toplanmasını artıq əvvəlki dərslərlə əlaqələndirməliyəm onda. 6-da 1 ilə 3-də 2-ni toplamaq üçün onu kənarda da hesablaya bilərsiniz ki, 6-da 1 ilə 3-də 2-ni necə toplayarsınız? Ortaq məxrəcə gətirərək. 6 ilə 3-ün ortaq məxrəci ilə 6-nın özüdür. Olacaq 6-da 1, üzərinə gələk. 3-də 2-nin məxrəcini 6 etmişəmsə 2-yə vurmuşam. Deməli, surəti də 2-yə vuracam, olacaq 4. Buradan da qeyd edirəm. O da edir 6-da 5, bunu yanına yazıram. Və ya bunu belə də yaza bilərdiniz ki, 4/6-da 1 üzərinə gələk, 3/3-də 2-dir də. 6 ilə 3-ə ortaq məxrəc 6-dır. Yazarım 4/6-da 1 üzərinə gələk, 3/6-da 4. Yəni 3-də 2-ni mən bilirəm ki, məxrəci 6 eləməliyəm ki, bunu toplaya bilim. Onda bunun məxrəcini 6 edərəm. Yəni biz belə deyim də, tam hissəyə toxunmadan kəsr hissəni götürüb nəyəsə vurub və ya bölə bilərik. Yəni kəsrin əsas xassəsindən istifadə edərək. Surət və məxrəci eyni bir ədədə vurub bölməkdən söhbət gedir. Mən 3-də 2-ni qabaqdakı 3 toxunmadan 3-də 2-nin ikisini də 2-yə vura bilərəm. Heç bir problem yoxdur. Sonra da toplamanı edirəm. 4 ilə 3-ü toplayanda 7, 6-da 1 ilə 6-da 4-ü toplayanda edəcək 6-da 5. Ola bilər ki, ədədlə daha doğrusu kəsrlə qarışıq ədədin toplanması verilər. Məsələn, ona aid də belə bir nümunə göstərəcəm. Tutaq ki, olsun 6-da 1 üzərinə gələk 3/6-da 4. Bunları toplayarkən mən görürəm ki, bayaq nə dedik? Tamla tamı toplarıq. Bunun tam hissəsi yoxdursa, onda 3 ilə toplanacaq başqa bir tam yoxdur deməli. 3 yazıram bura, 6-da 1 ilə də 6-da 4 toplayıram, yazıram 6-da 5. Yəni bu rahatdır. Əgər burada məsələn 6-da 1 deyil də, tutaq ki, burada 3-də neçəsə olsaydı, 3-də 2 falan olsaydı, onda yenə də mən bunları toplamaq üçün ortaq məxrəci gətirmə qaydasından istifadə etməli olardım. İndi belə bir hala nəzər yetirək. Bəzən ola bilər ki, qarışıq ədədləri toplayanda orada yeni tam yaransın. Yeni tam yaranmaq nə deməkdir? Tutaq ki, yazıram. 3/7-də 5 üzərinə gələk. 2/7-də 4. Tamla tamı toplayıram. 3 ilə 2-ni topladım, elədi 5. 7-də 5 ilə də 7-də 4 toplayıram, edir 7-də 9.
Bayaqdan fikir verdinizsə, biz qarışıq ədədlərdə kəsr hissədə ancaq düzgün kəsr yazırdıq. Lakin burada tamın yanında olan kəsr hissə düzgün olmayan kəsr alındı. Bu zaman biz deyəcəyik ki, bu belə qala bilməz. Normalda mən 7-də 9-u ayrıca götürsəm, bu bir düzgün olmayan kəsirdir. Qarışıq ədəd kimi 1 tam 7-də 2 deməkdir. Yəni bunun içərisində bir dənə tam var. O 1 tamı əlavə edirik 5-in üzərinə, olur 6 tam, 7-də 2-ni yazırıq yanına. İndi bunun səbəbini daha aydın izah edəcəm. 5 tam 7-də 9 əslində 5 ilə 7-də 9-un toplanmasıdır. Çünki ən başda demişdik ki, qarışıq ədədlər tam hissə ilə kəsr hissənin toplanmasından yaranır. İndi 5 üzərinə gələk. 7-də 9-u 1 tam 7-də 2 kimi hesablasaq, bu 1 tam 5 tamla toplanacaq, olacaq 6 tam 7-də 2. Lakin sadəcə biz bunu o qədər uzun deyil də, qısaca yazırıq ki, 7-də 9-un içərisində bir dənə tam var. O 1 tam 5-in üzərinə əlavə edilir. Burada 7-də 2 kəsr qalmışdı, onu da yanına yazırıq. Başqa bir nümunə göstərək. Ola bilər ki, məxrəcləri fərqli olan halda olar. Məsələn, olsun 4-də 3 üzərinə gələk 2 tam 5-də 2. Bunları toplayarkən mən görürəm ki, məxrəcləri fərqlidir. Gəlin əvvəlcə məxrəcləri eyniləşdirək. 4 ilə 5-ə ortaq məxrəc deyəndə onların əkobunu tapırıq. Əkob 4 və 5. 4 ilə 5-in əkobunu tapsaq eləcə 20. Deməli, 4-də 3 və 5-də 2-nin məxrəcini 20 kimi göstərməliyəm. 4-də 3-ün məxrəcini 20 etmək üçün mən bunu 5-ə vurmalıydım. Onda mütləq surəti də 5-ə vururam. Eyni şəkildə 5-də 2-nin məxrəcini 20 etmək üçün mən 5-i 4-ə vurmalıyam. Deməli 2-ni də 4-ə vuracağam. Vuraq, 4-də 3-ün surətini də 5-ə vursaq edir 20-də 15, ikisini də vurduq 5-ə. Üzərinə gələk 2 tam hissəyə toxunmuruq. 5-də 2-nin surət və məxrəcini də 4-ə vuranda edir 20-də 8. Məxrəclər eyniləşdi. Aha, artıq mən toplaya bilərəm bunları. 2 tam, burada bunun qabağında bir tam görmürəm. Deməli, onunla toplanacaq tam yoxdur. Yazıram 2 tam. 20-də 15 ilə 20-də 8 ilə toplayıram. 20-də 23 edir. Yenə nə dedik? Qarışıq ədəddə kəsir hissə düzgün kəsir olmalıdır. 20-də 23-dür, amma burada düzgün olmayan kəsirdir. Mən belə fikirləşəcəm ki, 20-də 23-ün içində əslində bir dənə tam var. Yəni 23 20-yə bölündüyü zaman bir dənə oradan tam alınır. O bir tamı götürürəm, buradakı tamın üzərinə verirəm, olur 3 tam. Burada da qalıq 3 qalaraq onu 20-də 3 kimi qeyd edirəm. Bayaq izah elədiyim açıq şəkildə izahla da desək, 2 üzərinə gələk 20-də 23 deməkdir. Həmin baxın bu cavabımız. 20-də 23-ün özü də 1 tam 20-də 3 deməkdir. 2-nin üzərinə də 1 tam 20-də 3 gəlsək, olacaq 3 tam 20-də 3. Yenə də eyni cavab alınacaq. Lakin qısa yolu odur ki, birbaşa deyirsiniz ki, 23-ü 20-yə böləndə bir dənə tam alınır. O bir tamı qabaqdakı tamın üzərinə əlavə edirik. Və bu toplamaya aid idi. Yeni tam yaranan haldır. Məxrəcləri eyni olanda da yeni tam yarana bilər. Məxrəcləri fərqli olanda da, məsələn, bu nümunədə məxrəcləri eyni idi və yeni tam yaranmışdı. Burada çünki 7-də 5 ilə 7-də 4-ün məxrəci eyni, toplamada çox rahat olmuşdu. Lakin məxrəcləri fərqlidirsə, məxrəclərini eyniləşdirib sonra toplayırıq və yenə eyni proses davam edir. Buna aid bir dənə nümunə göstərəcəm. Məsələn, olsun 1 tam 9-da 3, üzərinə gələk 2 tam 6-da 5. 9-da 3 deyil, gəlin bura 9-da 7 yazaq. Əvvəlcə bunları toplamaq üçün mən bilirəm ki, məxrəcləri eyni olmalıdır. 9 ilə 6-nın ortaq məxrəci tapılması üçün əkob tapılmalıdır. 6 və 9-a və ya 9 və ya 6-ya fərqi yoxdur yerlərinin dəyişik yazılmasında. 9 və 6-nın əkobu edəcək 36. Deməli, mən bunların ikisində məxrəcini 36 kimi göstərməliyəm. Bu olacaq 1 tam. Mən 9-u 36 etmək üçün 4-ə vurmuşam. Deməli, 7-ni də 4-ə vurmalıyım. 28 olmalıdır. Bunu da başında yazaq ki, 4-ə vurmuşuq. Üzərinə gələk 2 tam. 6-nı 36 etmək üçün, yəni buradakı 6-nı 36 etmək üçün mən 6-ya vurmuşam bunu. Deməli, 5-i də 6-ya vurmalıyım. O da edəcək 30.
Sonra da toplayaram. 1 tam burada var, 2 tam da burada var. Onları tamları toplasam edər 3 tam. 36-da 28-də, 36-da 30-da toplasam 36-da 58 edəcək. 58 böl 36-nın içərisində bir dənə tam var. Çünki 58-in içində bir dənə 36 yerləşir. 2 dənə deyə bilmərəm. Çünki 2 36 72 deməkdir. 58-in içində 72 nə yazır? Onda olacaq ki, bir dənə tam 36 var. O bir tamı veririk 3 tamın üzərinə olur 4 tam. 58-in içindən də bir dənə 36-nı çıxarsaq, orada qalıq qalacaq. Məxrəcə toxunmuruq. Qalıq qalacaq 22. Sonra istəsəz hətta bunu götürüb ixtisar da edə bilərsiniz. Yəni 4,36-da 22-ni də 4 tama toxunmadan 36 və 22-nin hər ikisini də 2-yə bölə bilərsiniz. Yuxarıda 11 qalar, burada da 18 qalar. Bundan sonra qarışıq ədədlərin çıxılmasına nəzər yetirək istəyirəm. Bu arada onu da qeyd edim ki, qarışıq ədədləri toplama zamanı əslində biz onların ikisini düzgün olmayan kəsrə çevirib də toplama edə bilərdik. Məsələn, 4-də 3 ilə 2 tam 5-də 2-ni gəlin elə toplayaq. 4-də 3 üzərinə gələ 2 tam 5-də 2. İkinci bir qaydamız odur ki, onları ikisini düzgün olmayan kəsrə çevirib toplayaq. Yəni 4-də 3 bura 1 tam 4-də 3 yazacağam. 1 tam 4-də 3-ü düzgün olmayana çevirsəm əgər, olacaq 4-də 4-ü 1-ə vuranda edir 4, üzərinə də 3 gələndə edir 7. Yəni 4-də 7 və üzərinə gələk 5-də 5-i 2-yə vuranda edir 10, üzərinə də 2 gələn 12. Sadəcə bu çox da əlverişli üsul hesab edilmir. Səbəb də odur ki, onsuz da ki, kəsri düzgün olmayan kəsrə çevirəndə onun surəti biraz böyüyür. Bunları ortaq məxrəcə gətirərkən mən avtomatik məxrəci nəyəsə vurduğuma görə surəti də nəyəsə vurmalıyam. Və surət daha da böyüyür. Sonra da mən aldığım cavab qarışıq ədədə çevirməliyəm. Onda biraz işimiz uzanmış olur. Məsələn, bunu toplasaq 4 ilə 5-ə ortaq məxrəc 20-dir. Mən 4-ü 20 etmək üçün 5-ə vurmuşam. Deməli 7-ni də 5-ə vurmalıyam. 5-i isə 20 etmək üçün 4-ə vurmuşam. 12-ni də 4-ə vurmalıyam. 7-ni 5-ə vuranda 35 olur. Üzərinə gələk. Digərində surət məxrəcini 4-ə vursaq 20-də 48 olur. Toplasaq edir 20-də 48-in üzərinə 35 gəlsək edir 83. Sonra da 83-ün içərisində neçə dənə 20 var deyə özümüzə sual versək, 83-ü 20-yə böləndə 4 tam düşür, 3 qalıq qalır. O 3 qalığı da məxrəci olduğu kimi yazırıq, qalığı da surətə yazırıq. Gördüyünüz kimi burada biraz iş uzandı. Lakin tamla tamı, kəsirlə kəsiri toplamaq nisbətən daha kiçik ədədlərlə işləmək deməkdir. Bəs qarışıq ədədlərin çıxılması necə baş verir? Çıxılma da əslində bununla oxşardır qismən. Əvvəlcə sadə bir nümunə deyəcəm, məxrəcləri eyni olan halda. 3 tam, məsələn, 5-də 3, çıxaq 2 tam 5-də 1. Necə ki, bayaq tamla tamı toplayırdıq, kəsirlə kəsiri toplayırdıq. Burada da tam ilə tamı çıxırıq, kəsirlə kəsiri. 3-dən 2 çıxıram, qalır 1 tam. 5-də 3-dən də 5-də 1 çıxıram, qalır 5-də 2. Məxrəcə toxunmuruq, 3-dən 1-i, yəni surətləri çıxırıq, o da alındı 2. Və ya ola bilər ki, məxrəcləri eyni olmayan hal olsun. Tutaq ki, biri 3 tam 4-də 3-dür, biri də 1 tam 6-da 1-dir. Yenə də necə ki toplamada eyni şəkildə çıxmada ortaq məxrəcə gətirməliyik. Burada 4 ilə 6-ya ortaq məxrəc 12-dir. 3 tam. Mən bunu 12 etmək üçün 3-ə vurmalıyam. Deməli, yuxarıdakı 3-ü də 3-ə vurmalıyam. Onu buradan da qeyd edirik ki, 3-ə vururuq. O edir 9, çıxaq 1 tam. 6-nı 12 etmək üçün 2-yə vurmuşam. Onda 1-i də 2-yə vuracam, oldu 2. Sonra da 3-dən 1-i çıxaram, tamları yəni. Qalar 2 tam, 12-də 9-dan da 12-də 2 çıxaram, qalar 12-də 7. Bir də belə bir şey ola bilər ki, kəsr hissələri çıxılmaz. Məsələn, belə bir nümunə deyəcəm. Olsun 4 tam 9-da 3, çıxaq 1 tam 9-da 7. Əgər mən əvvəlki qayda ilə getsəm, 4-dən 1 çıxaram 3, 9-da 3-dən də 9-da 7 çıxaram. Axı 9-da 3-dən 9-da 7 çıxılmaz. Bəzən uşaqlar götürür bunu 9-da 7-dən 9-da 3 çıxmaq kimi yazır. Axı bu faktiki olaraq 9-da 3-dən 9-da 7-nin çıxılmasıdır. Bu halda nə edəcəyik? Yadınıza gəlirsə, biz normal alt-alta çıxma əməlində, tutaq ki, mən 272-dən çıxıram 84.
Çıxma zamanı nə edirdik? 2-dən 4 çıxılmır, sonra deyirdik ki, gəlin bu 7-dən birini bura verək. Olurdu 12, 12-dən 4 çıxırdıq, alınırdı 8 və s. belə davam edirdi. Yəni əgər çıxmaq mümkün deyilsə, yanındakından birini verirdik həmin ədədə. Burada da qismən elə bir proses baş verəcək. 9-da 3-dən 9-da 7 çıxa bilmirik. Buradan 1 tamı veririk 9-da 3-ə. Mən artıq buradan 1 tamı verdiyim üçün 4-dən 1 tamı vermişəm, deməli orada 3 tam qalır. Və mən o 1 tamı sadəcə 3-ə deyil, 9-da 3-ə vermişəm. Gəlin düşünək görək, 9-da 3-ün üzərinə 1 tam gəlsək nə alınır? Mən bu 1 tamı 9-da 9 kimi yaza bilərəm? Bəli, yaza bilərəm. Bəs bunu toplasaq nə olar? Olar 9-da 12. Deməli, mən bu 4-dən 1 tamını 9-da 3-ə verəndə 9-da 3 həmin o 1 tamı 9-da 9 kimi qəbul edir və nəticədə 9-da 12 kəsri alınır. Sonra da çıxaq 1 tam 9-da 7. Artıq çıxa bilərəm. 3-dən 1 tamı çıxaram, yəni tamları çıxacam. 2 tam, 9-da 12-dən də 9-da 7 çıxacam, alınacaq 9-da 5. Bir dənə nümunə göstərəcəm. Tutaq ki, 3 tam 7-də 5-dən çıxıram, 1 tam 7-də 6. Burada yenə də 7-də 5-dən 7-də 6 çıxanda problem yaranacaq. Onu da buradan 1 tamını bura veririk. 3 tamdan 1 tamını vermişəmsə olub 2 tam və mən o 1 tamı kəsrə bütöv vermişəm. Birdən deyərsiniz ki, 7-də 5-ə 1 tam verdim, 7-də 6 oldu. Mən o 1 tamı surətə yox, 7-də 5 kəsrinə vermişəm. 7-də 5-in üzərinə 1 tam gəlsək, 7-də 5-in üzərinə bunu 7-də 7 gəlmək kimi qəbul edə bilərsiniz. Bu da edər 7-də 12. Yəni, qısacası deyirik ki, o 1 tamı, axı biz 1 tamı, məsələn, 5-də 5, 6-da 6, 7-də 7, 8-də 8, bizim məqsədimizə uyğun şəkildə qəbul edə bilirik də. Onda mən həmin o 1 tamı 7-də 7 kimi qəbul edəcəm burada. İşim rahat olsun deyə, 7-də 5 ilə rahat toplaya bilim deyə. Qısacası, hər dəfə bunu yazmağa ehtiyac yox. Qısacası deyirik ki, 1 tamı 7-də 5, 7-də 7 kimi qəbul edir. Və 7-də 5-in üzərinə 7-də 7 gələndə edir 7-də 12. Çıxaq 1 tam 7-də 6. Bu da edəcək 2-dən 1 çıxanda edəcək 1, 7-də 12-dən də 7-də 6 çıxanda qalacaq 7-də 6. Bu da oldu belə çıxmaq. Həmçinin burada məxrəclər fərqli olan halda ola bilər. Tutaq ki, verilib 4 tam 5-də 1 çıxaq 2 tam 3-də 1. Mən bunları çıxmaq üçün ortaq məxrəcə gətirməliyəm də. 5-də 1 ilə 5 ilə 3-ə daha doğrusu ortaq məxrəc, yəni onların əkobu olacaq 15. İndi gəlin bunların məxrəcində, ikisinin məxrəcini 15 kimi göstərək. Olacaq 4 tam 15-də 3, səbəbi odur ki, mən 5-i 3-ə vurmuşam, onda 1-i də 3-ə vurmalıyam. Çıxaq 2 tam 15-də 5. Səbəb odur ki, yenə də mən 3-ü 5-ə vurmuşam, 1-i də 5-ə vurmalıyam. Burada da qeyd edirəm, bunu 3-ə vurdum, bunu 5-ə vurdum. İndi, mən axı 15-də 3-dən 15-də 5 çıxa bilməyəcəm, yenə eyni problem yaranır. Yəni, birinci qarışıq ədədin kəsr hissəsi, ikincinin kəsr hissəsindən kiçik olanda onlara çıxa bilmirik. Biz çünki öyrənmişik böyükdən kiçiyə çıxmağı, kiçikdən böyükdən çıxmağı bilmirik. Bunu yenə belə göstərəcək ki, 4-dən 2 çıxılır. Daha doğrusu, burada 15-də 3-ə bizə kömək lazımdır. 4-dən 1 tamını bura veririk, olur 3 tam. O 1 tamı 15-də 3 bayaq necə qəbul elədi? Necə dedik ki, qəbul edir? 15-də 3 o 1 tamı 15-də 15 kimi qəbul edəcək. Yəni 15-də 3 təsəvvür edəcək ki, onun üzərinə 15-də 15 gəlinir. 15-də 18 olacaq bu zaman. Çıxaq 2 tam 15-də 5. Bu da artıq çıxıla bilər. 3-dən 2 tamı çıxarıq. 1 tam 15-də 18-dən də 15-də 5-i çıxanda məxrəcə toxunmuruq. Olduğu kimi qalır. 18-dən 5 çıxırıq. Olur 13. Cavabımız oldu 1 tam 15-də 13. Yenə deyirəm, o 4 tamdan 1 tamı 15-də 3-ə verəndə 15-də 3-ün üzərinə 1 tam gəlmək əslində 15-də 3-ün üzərinə 15-də 15 gəlmək deməkdir. O da edir 15-də 18. Həmçinin çıxma zamanı yenə də düzgün olmayan kəsrə çevirib sonra çıxmadan da istifadə edə bilərsiniz. Başqa bir kəsir, qarışıq ədədlərin çıxılmasına aid nümunə deyəcəm. Onu gəlin
düzgün olmayana çevirərək bir-birindən çıxaq. Məsələn, 3 tam 7-də 6 çıxaq 3 tam 3-də 2. Gəlin bunları çevirək düzgün olmayan kəsrə. 3 tam 7-də 6-nı çevirəndə olur 7 olduğu kimi qalır. 7-ni 3-ə vururuq 21, üzərinə 6 gəlirik 27. Çıxaq. Digərində isə 3 aşağıdakı kəsir məxrəc, yəni olduğu kimi qalır. 3-ü 3-ə vururuq 9, üzərinə də 2 gəlirik, edir 11. Yenə də ortaq məxrəcə gətirmək lazımdır. 7 ilə 3-ü ortaq məxrəc 21-dir. Mən 7-ni 21 etmək üçün 3-ə vurmuşam. Deməli 27-ni də 3-ə vurmalıyam. Bu da olacaq 81. Çıxaq. 3-ü 21 etmək üçün 7-yə vurmuşam. Onda bu 21 olacaq. 11-də 7-yə vururam 77. Burada da alınacaq 21 olduğu kimi qalır. 81-dən 77-ni çıxıram, alınır 4. Bu da belə. Bir də ola bilər ki, ədəddən kəsri və ya ədəddən qarışıq ədədi çıxın. Sizdən tələb edə bilər. Məsələn, 5 çıxaq 2 tam 4-də 1. Bu zaman deyə bilərsiniz ki, baxın 5-dən 2 çıxdıq, yaxşı. Axı burada bir kəsir hissə yoxdur ki, mən ondan 4-də 1 çıxım. Belə olduğu halda o kəsir hissəni özünüz yaratmalısınız. Çünki bunun kəsir hissəsi hal-hazırda 0 kimi qəbul edin. Yoxdur. 0-dan mən 4-də 1 çıxa bilərəm? Xeyr. Onda kəsir hissəni özümüz yaradarıq. Burada 5 tamdan 1 tamını ayıracağım yenə də. Burada 4 tam olacaq. O ayırdığım 1 tamı da 4-də 4 kimi göstərəcəm. Çıxaq 2 tam 4-də 1 yazaram. Artıq mən bunları çıxa bilərəm. 4-dən 2-ni çıxaram, edər 2. 4-də 4-dən də 4-də 1-i çıxaram, edər 4-də 3. Bunu 4-də 4 kimi yazmamın səbəbi odur ki, 4-də 1-i buradan rahatlıqla çıxa bilim. Məsələn, mən o 5 tamı, necə dedim, 2 yerə ayırdım da, 4 və 1 olaraq. Yəni 1 tamı ayırdım və onu kəsrə çevirdim. Təsəvvür edin ki, sizin 5 manatınız var, onu xırdalamağı istəyirsiniz. Xırdalayan adam sizə 4 manat verir, bir də 1 manat verir, amma onu qəpiklərlə verir. İndi, yəni sanki bu həmin o 4 manatdır. Digərini isə biz parçalayırıq. Yəni mən 1 4-də 4 kimi göstərdim. Elə göstərməyimin səbəbi də odur ki, digər kəsrin kəsir hissəsi, digər qarışıq ədədin kəsir hissəsi 4 ilədir. Məxrəci 4 ilədir. Məsələn, mən bunu 4-də 4 kimi göstərə bilirəmsə, niyə 5-də 5 kimi yazıb özümü çətinə salım ki? Çünki mən bunu 5-də 5 yazsam əgər, baxın bunun yerinə 5-də 5 yazsam, gərək 5 ilə 4-də ortaq məxrəc tapım və s. iş biraz uzanacaq da. Ona görə hazır, işim rahat olsun deyə həmin o 1-i 4-də 4 kimi yazıram ki, ondan rahatlıqla 4-də 1-i çıxa bilim. Toplama zamanı da ola bilər ki, belə bir hal deyim. Tutaq ki, 3 tam 7-də 2-nin üzərinə gəlirəm 5 tam 7-də 5. Toplasam bunları 3 ilə 5-i toplayacağım, edəcək 8. 7-də 2 ilə 7-də 5-i toplayacağım, edəcək 7-də 7. Buna artıq mən deyəcəm 9. Səbəbi də odur ki, bu nə deməkdir? 8 ilə 7-də 7-nin toplanması deməkdir. 7-də 7 də bayaq ən başda demişdik ki, məxrəci və surəti bərabər olan kəsirlər 1 deməkdir. 7-nin 7-yə bölünməsidir. 8-in üzərinə 1 gəlsəm, həqiqətən də 9 etmirmi? Edir. Yəni, tamın yanındakı o məxrəci surəti bərabər olan kəsirlər əslində 1 deməkdir. Bu da tamın, həmin o tamın bir vahid artmasına gətirib çıxarır.